Bakı və Abşeron yarımadasının əhəmiyyətli hissəsini su ilə təmin edən Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin 228-ci kilometrliyində qəza baş verib. Şənbə günü günorta saatlarında kəmərdə sızıntı olduğu aşkarlanıb. Su Ehtiyatları Agentliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və problemin aradan qaldırılması istiqamətində işlər görülür. Magistral su xəttində yaranmış problemi kəmərə nəzarət edən Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsinin əməkdaşları xüsusi cihazlar vasitəsilə aşkar ediblər. Hadisədən 2 gün keçməsinə baxmayaraq, hələ ki suyun verilişində fasilələr yaranmayıb. Ambarlara yığılan su bitənə qədər bu belə də davam edəcək. Lakin qurum rəsmiləri bildirirlər ki, artıq fasilələrin yaranması qaçılmazdır. Qəza aradan qaldırılana qədər alternativ su kəmərindən gələn su paytaxt üzrə bölüşdürülərək fasilələrlə paylanılacaq. Bakı şəhərinin və Abşeron yarımadasının hansı ki bu kəmərdən qidalanan hissəsində suyun kəsintisi hələ ki həyata keçirilməyib. Ambarlarda olan su vasitəsilə evlərə su verilir. Amma biz elan elədiyimiz kimi ayın 20-sinə qədər həmin ərazilərdə içməli suyun verilməsində müvəqqəti fasilələr yaranacaq, rejimdə dəyişiklik olunacaq və çalışılacaq ki, tam susuz ərazilər qalmasın. Qeyd edək ki, qarşıdakı 4 gün ərzində problemin həll ediləcəyi gözlənilir. Növbəti günlərdə isə su əvvəlki rejimdə verilməyə başlayacaq. Qasım Xuluflu, Namiq Ağayev, İTV Xəbər.